Təsəvvür edin, elə kənddə yaşayırsınız ki, qışda gediş-gəliş demək olar ki, mümkünsüzdür. Yollar bağlıdır. Bəli, ölkəmizdə bu cür qeyri-adi təbiətə malik kəndlər var. Azərbaycanda ən maraqlı dağ kəndlərindən danışacağam. Videomuza keçməzdən öncə kanalımıza abunə olmağı unutmayın. Sizin dəstəyiniz bizim üçün önəmlidir. Azərbaycanda 1719 kənd ərazi dairəsi və 4260 kənd var. Bu kəndlərdən bəziləri hətta dünyada belə məşhurdur. Ölkəmizdə dağ kəndi deyərkən, təbii ki, ağlımıza ilk olaraq Xınalıq kəndi gəlir. Yerin Qulağı kanalı Azərbaycanın az tanınan 5 gözəl dağ kəndini təqdim edir. 1. Sarıbaş kəndi Qax rayonunda yerləşir. Sarıbaş kəndi dəniz səviyyəsindən 1800 metr yüksəklikdə, İlusu kəndindən 7 kilometr şimal-qərbdə, Əyri çayın hövzəsində yerləşir. Qışı sərt, yayı isə sərt mülayimdir. Yüksək dağlarla əhatə olunub. 2. Cek kəndi Quba rayonunda yerləşir. Cek kəndi Baş Qafqaz silsiləsinin yamacındadır. Qubanın 43 km cənub-qərbində, dəniz səviyyəsindən 1643 metr yüksəklikdə, Qudyal çayın sahilində yerləşir. Şimaldan Qırız, cənubdan Əlik, şərqdən Yergüc, qərbdən isə Qalaxudat kəndləri ilə əhatə olunub. 2009-cu ilin oktyabr ayının əvvəllərində baş verən torpaq sürüşməsi ilə Qudyal çayın qarşısının kəsilməsi nəticəsində göl yaranıb. Bu gölü ceklilər İşğın gölü adlandırırlar. İşğın cek dilindən tərcümədə torpaq sürüşməsi deməkdir. Qalacıq kəndi İsmayıl rayonunda yerləşir. Kənd rayon mərkəzindən 30 km şimal-qərbdə dağ ətəyində yerləşir. Qalacıq yaxınlığındakı çayın sahilində 9-14-cü əsrlərə aid Qasımxan qalası xarabalıqları mövcuddur. Kənd əhalisinin sayı 2502 nəfərdir. Onu da qeyd edək ki, məşhur Ögey-ana filmi bu kənddə çəkilib. 4. Parakənd Gədəbəy rayonunda yerləşir. Kənd Gədəbəydən 15 km aralıda dağların qoynunda yerləşir. Burada 2000-ə yaxın insan yaşayır. Kənd sakinləri əsasən maldarlıq və əkinçiliklə məşğul olur. Parakənd, Çaldaş, Leşkər və Daryurt kəndləri ilə qonşudur. İllər əvvəl burada zəngin insanlar yaşadığı üçün kəndin adı da Parakənd qalıb. 5. Siyov kəndi Lerik rayonunda yerləşir. Meşələrlə əhatə olunmuş dağların qoynunda yerləşən kəndlə bağlı təəssüf ki, internetdə məlumat azdır. Siyov kəndi ilə bağlı Wikipediyada qeyd olunur ki, burada xüsusilə taxus, batçada iynə yarpaqlı ağacları geniş yayılıb. Azərbaycanda qeyri-adi kənd adının mənası ətir qoxusu deməkdir. Suüstü mərasimi və qeyri-adi ənənələri olan bu kənd Zəngəzur silsiləsinin ətəyində yerləşir. Yerin Qulağı kanalı həmin kəndlə bağlı məlumatları təqdim edir. Bu dəfə yolumuz Naxçıvan Muxtar Respublikasının Ordubad rayon ərazisində yerləşən Tivi kəndinədir. Kənd rayon mərkəzindən təqribən 60 km şimal-qərbdə Ordubad-Bist avtomobil yolunun kənarında Zəngəzur silsiləsinin ətəyində yerləşir. Oikonim ərazidəki mineral bulaqların adı ilə bağlıdır. Bulaq yerli əhali tərəfindən müalicə məqsədi ilə istifadə olunur. Toponimiyada TV bataqlıq, göl, su dolan yer, su şırnağı mənalarında işlənir. Qədimliklə müasirliyin vəhdət təşkil etdiyi Ordubad rayonunda TV kəndinin özünə məxsus yeri var. Kənd Sabir kənd, Nürgüt, qolundakı ucqar dağ kəndləri arasında ən iri yaşayış məntəqəsidir. Tiv sözünün mənşəyi haqqında maraqlı söyləntilər var. Ərəb dilində tiv gözəl ətir qoxusu mənasını verir. Ətir saçan deməkdir. Tiv dağlarında bir-birindən təravətli min bir cür bitki bitir. Zəngəzur silsiləsinin ətəklərinə sığınmış bu kənd vaxtilə gözdən, könüldən uzaq yurt yerlərimizdən idi. Bu kəndi rayon mərkəzi ilə bağlayan maşın yolu uzun illər ərzində bərbad vəziyyətdə olub. Yaşayış məntəqəsində normal təhsildən, səhiyyə, mədəniyyət və məişət xidmətinə isə söz açmağa dəyməzdi. Ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərin əvvəllərində də elə bu imkansızlığa görə əhalinin əksəriyyəti az qala TV-dən köç edib getmək qərarına gəlmişdi. O illərdə elektrik enerjisi, yanacaq materialları ilə imtahana çəkilən kənd əhalisində sabaha inam hissi demək olar ki, qalmamışdı. Dağların cənnət güşəsi sayılan TV sayısız hesabsız mineral suların uzağıdır. Kənd əhalisi bağçılıq, əkinçilik, heyvandarlıq və arıçılıqla məşğuldur. Kənddə sayısız hesabsız mineral bulaqlar mövcuddur. Bunlardan biri narzan tiplidir və dəri xəstəliklərinin müalicəsində tövsiyə edilir. 1968-ci ildə kənd ətrafında antik dövrə aid arxeoloji abidə TV nekropolu qeyd alınıb.
TVdə xalqımıza məxsus olan milli adət-ənənələrin əksəriyyəti hələ də yaşadılır. Toylarda dəstə tutub yallı getmək ənənəsi bu gün də var. Novruz bayramı ərəfəsindəki çərşənbələrin sonuncusundan sonrakı gün keçirilən su üstü mərasiminin ikinci mərhələsi sayılan Cıdır mərasimində yaxınlıqdakı Xors, Nürgüd, Nəsirvaz, Bist, Ələhi, Parağa kəndlərinin çaparları öz köhnən atlarını yarışdırırlar. Kütləvi Cıdırdan sonra fərqlənən atlardan bir neçəsini çaparlar sərt yoxuş yollarla Haça deyilən təpəyə qədər çapırlar. Çətin yolu dəf edən çaparlardan ilk 3 yeri tutanları hədiyyə ilə mükafatlandırırlar. Bu mərasim çalçağırla sona çatır. Kənddə yaşadılan digər milli adətlərdən biri də papaq gətirmə mərasimidir. Qonşu kənddən gətirilən gəlin evdən çıxarkən bir neçə atlı bu xəbəri oğlan evinə çatdırmaq üçün yola çıxır. Kim TV-yə tez satarsa, o qalib hesab olunur və hədiyyə alır. TV-də əhalinin əsas məşğuliyyət növü kənd təsərrüfatıdır. Bu yurd yerinin əhalisi təsərrüfatın arıçılıq, bağçılıq və heyvandarlıq sahələri ilə məşğul olur. Sakinlər kəndin təbii və iqlim şəraitinin əlverişli olmasından istifadə edərək yüksək nəticələr əldə edirlər. Burada son tunc və antik dövrlərinə aid maraqlı abidələr, nekropol və yaşayış yeri var. Gəmiqaya rəsmləri TV kəndinin şimal-şərqindədir. Kənddə tam orta məktəb, tibb məntəqəsi, mədəniyyət evi yerləşir. TV kəndi özündə qədim ənənələri yaşadır. Burada Azərbaycanın bir çox bölgəsində olduğu kimi kiçik çillərin axırıncı cümə axşamı Xıdır Nəbi mərasimi keçirilir. Bu vaxt evlərə papaq atılır. Bundan başqa hər il ilaxır çərşənbə böyük coşqu ilə qeyd olunur. Özünə məxsusluğu ilə seçilən TV adətlərindən biri də xan şənlikləridir. Bir neçə il bundan qabaq TV-də müasir məktəb binası, kənd mərkəzi, həkim ambulatoriyası və xidmət mərkəzi istifadəyə verilir. 3 mərtəbəli olan kənd mərkəzində icra nümayəndəliyi, bələdiyyə, rabitə, post və mədəni xidmətlər üçün şərait yaradılıb. 2 mərtəbəli məktəb binasında isə təhsilin müasir tələblər səviyyəsində həyata keçirilməsi üçün lazım olan bütün şərait təmin edilir. Azərbaycanın kəndləri ilə bağlı rubrikamız davam edir. Bu dəfə sizə 5000 ildən çox yaşı olan kəndimizlə bağlı məlumat verəcəm. Lakin onu maraqlı edən təkcə bu deyil. Sündü Azərbaycanın yeganə kəndidir ki, burada 30-dan çox qəbristanlıq var. Bunun səbəbi isə çox maraqlıdır. Sündü kəndi Qobustanın mərkəzindən 16 kilometr aralıqda, rayonun şimali-qərb hissəsində olan dağlıq və qayalıq ərazidə yerləşir. Sündü kəndində 600-dən çox fərdi təsərrüfat var. Sakinlərin sayı isə 3000 nəfərdən çoxdur. Əhali milli tərkibinə görə Azərbaycan türklərindən ibarətdir. Kənddə Azərbaycan türkçəsindən başqa hər hansı yerli dil və dialektdə danışılmır. Mənbələrə görə Sündü kəndinin tarixi eramızdan əvvələ təsadüf edir. Sündü kəndi Azərbaycanın ən qədim yaşayış yerlərindən biridir. Bu kəndin tarixi 5000 ildən artıqdır. Onun ərazisində tapılan maddi mədəniyyət nümunələrinə əsasən kəndin Tunc dövründə salınması ehtimal olunur. Tarixi mənbələr, yer adları bunu təsdiq edir. Kənd Sündü platosundadır. Sinədi adının təhrif olunmuş formasıdır. Oykonim Azərbaycan dilindəki sinə, döş, yamaz və tat dilindəki di kənd sözlərindən ibarət olub, yamazdaşı kənd mənasındadır. 1848-ci ilin məlumatına əsasən, həmin ərazidə Sündü icması da olub. Bəlkə də Sündü Azərbaycanın yeganə kəndidir ki, burada 30-dan artıq qəbristanlıq mövcuddur. Videomuzu bəyəndinizsə kanala abunə olmağı unutmayın. Sizin dəstəyiniz bizim üçün önəmlidir.